Quş üzümünün bir adı da xalq arasında üvəzdir. Çox gözəl bir bitkidir. Çox zəngin antioksidantları var. Nəinki böbrək daşlarını əridir, eyni zamanda güclü antioksidantdır. Xərçəng xəstələri də bundan istifadə edə bilər. Məsələn, quş üzümünün təzə-təzə yığıb, onun şirə çəkəndən keçirdiyib, doldurursunuz, bax, məsələn, belə o kağız stəkanlar var. O kağız stəkanlara şirəsini doldurub, atın dərin dondurucuda qalsın. Ondan hər gün bir stəkan içmək çox güclü xərçəng əleyhinə təsir edir. Eyni zamanda böbrək daşlarını da əridir. Vitaminsizlikdən, mineralsızlıqdan, belə deyərdim, zəiflikdən əziyyət çəkən hər bir insan üçün mükəmməl bir vitamin, mineral deposudur, verə bilərsiniz. Meyvələrinin şirəsi, bax, quş üzümüdür, sonra ay üzümüdür, sonra başın ağacının meyvələridir, bax, bildiyimiz malinadır, sonra qara qarağatdır. Bunların hamısının şirələri, sonra rus salçası deyirləri, mot-motu. Bax, budur. Bunlar hamısı bol antioksidantlı qida vasitələridir. Bunların hamısını yığın, məsələn, təzə-təzə. Qarışdırın, şirəsini çəkin, hamısını qatın bir-birinə və dediyim kimi o pingvin kuloklara və yaxud da ki, kağız stəkanlara tökün. Bir dənə də belə o dondurucular var, boşqa şey kimi, belə marojna soyuducusu. Bax, ora yığın, bax, belə-belə. Hər gün evinizdə xərçəng xəstəsi varsa, ondan bir dənə, iki dənəsini donunu açsın, verin içsin.